Değerli müəllimlər, salam. Hər vaxtınız xeyirli olsun. İnşallah ki, hər biriniz yaxşısınız. Bu videoda 30 may tarixində Elm və Təhsil Nazirliyinin sertifikasiya üçün həyata keçirdiyi sınağın suallarını izah edirəm biologiya ixtisası üzrə. Digər ixtisasın da suallarını kanalımda hər kəsə açıq formada paylaşmışam. Daxil olub izləyə bilərsiniz və bu sınaqda artıq bir yenilik var. 2025-in yeniliyidir. Onu da bilmək üçün, imtahanda həmin sualı itirməmək üçün videomu sona qədər izləyin. Başlayalım birinci sualdan. İnteraktiv təlimin xüsusiyyəti hesab edilmir. Müəllim mərkəzli yanaşmanın əsas götürülməsi, biliklərin yaradıcı tətbiq edilməsi, yeni biliklərin araşdırma yolu ilə öyrənilməsi, qarşılıqlı təlimə üstünlük verilməsi, təfəkkürə əsaslanması. Bax, uşağın təfəkkürü, təlim ehtiyacı ödənilir. Qarşılıqlı müəllimlə əks əlaqə var burada. Sadəcə müəllimin izahına passiv qulaq asmırlar. Araşdırırlar, tədqiqat aparırlar, yaradıcılıq tətbiq edirlər, innovativlik. Amma dərsin müəllim mərkəzli yox, interaktiv təlimdə şagird mərkəzli həyata keçirilməsi vacibdir. Ona görə hesab edilməyən, doğru olmayan A variantıdır. Sadə sual idi. Hansı məqsəd summativ qiymətləndirməyə aid deyil? Qiymətləndirmə mövzusuna bağlı bir sualdır. Şagirdlərin nailiyyətlərini qiymət şəklində ifadə etmək. Bu qiymət şəklində dedikdə kəmiyyət nəzərdə tutulur da rəqəmlərlə. Bu bəli, summativə aid olan bir xüsusiyyətdir. Müəllimin tədris fəaliyyətini dəyərləndirməsi ki, görün bölmə ərzində bölməni necə tədris eləmişəm, yarımili necə tədris eləmişəm. Yəni, qiymətləndirmə varsa, zaten dəyərləndirmə var. İstər formativdə, istər diaqnostik. Diaqnostikdə tədrisi yox, belə deyim də, o artıq başqa proses. Diaqnoz qoymaqdır. Amma formativdə, summativdə bəli, baxıb yoxlayıb qiymətləndirirəm. Məktəbdə təlimin səviyyəsini müəyyənləşdirmək. Bu da müəllimlər doğru fikirdir. Niyə görə doğru fikirdir? Məktəb rəhbəri baxır ki, misal üçün 9-ların summativ nəticəsi, böyük summativ nəticəsi necədir, nə yerdədir ki, buraxılışdan bunlardan nəsə gözləmək olurmu, yoxsa zəifdirlərmi? Ümumi məktəbin təlim səviyyəsini müəyyənləşdirmək olur. Çünki rəsmi qiymətləndirmədir. Rəsmi nəticəsi gedir orada. Təlimin hər hansısa bir mərhələsində, misal üçün yarım ilin, şagirdlərin nailiyyətini qiymətləndirmək, bu da doğrudur. Aid olmayan B variantıdır. Şagirdin təlim nailiyyətlərinin inkişafını gündəlik olaraq izləmək, gündəlik qiymətləndirmə olan və izləyən i hərfləri, istiqamət, inkişaf və s. formativ qiymətləndirməyə aiddir, summativə aid deyil. Sizə sağlam qidalanma planı hazırlamaq tapşırılmışdır. Ən çox bioloqların səhv etdiyi suallardan biri budur. Planı hazırlayarkən şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almalısınız. Eyni zamanda şəxsin büdcəsi də nəzərə alınmalıdır. Hansı inteqrasiyalar? Müəllimlər burada götürüblər fənlər arası fənn üstü inteqrasiyanı, amma cavab gəlib çıxıb ancaq fənlər arası. Müəllimlər, bəzi təlimçilər izah ediblər, nə bilim, bəziləri deyir, ay cavab səhv götürülüb, belədir. Cavab səhv götürülməyib əslində. Səhv bir dənə seansda götürürlər də. Bütün ixtisasların hamısında bunu götürüblərsə, bəli, videonun əvvəlində qeyd etdiyim 2025-ci il üçün olan dəyişiklik, yenilik məhz bundan ibarətdir. Əvvəllər bütün həyati situasiyaları, həyatdan gətirilən nümunələri fənnüstü inteqrasiya götürürdüksə, artıq fənnüstü inteqrasiya şagird onu həqiqətən real həyatda icra etdiyi, real həyatda tətbiq etdiyi zaman götürülür. Bax, burada nə deyir? Sağlam qidalanma planı hazırlayın. Planı hazırlayarkən şəxsin, demir ha, özünüzün, ailənizin, yox, bunu demir. Yaş sağlamlıq vəziyyətini nəzərə alıb, eyni zamanda büdcəni də nəzərə almalısınız. Yəni, bu planı bir növ uşaq zehnində, idraki fəaliyyətində gözünün önünə gətirərək, vizuallaşdıraraq, yəni beynində ölçüb biçib hazırlayacaq. Yəni, burada sadəcə və sadəcə idraki bir proses gedir. Amma biri də var ki, tək idraki proses yox, psixomotor bir, yəni onun özünün, belə deyək də, burada hərəkəti, misal üçün desəm ki, sən özünü bir həftə ərzində
Evinizdə nə yeyirsiniz, nə içirsiniz, gündəlik olaraq bunları yaz və həftənin sonunda həftəlik plan çıxart. Onu da vur 30-31 günə aylıq öz şəxsi ailə büdcənizi hazırlayın. O belə verilsəydi situasiya, onda mən fənn üstü götürərdim ki, hə, uşaq gedir evə. Real həyatda həqiqətən də oturur deyir, ana bu gün nə bişirdin? Ata bu gün evə nə aldın? Nə qədər xərclədik? Yəni real həyatda gəlir evində bunu tətbiq edir. Yəni tək dərsdə gedən proses deyil, dərsdən kənarda da real həyatda icra eləmiş olur. Amma burada uşağın öz ailə büdcəsi hesablamaq tələb olunmur. Öz şəxsi qida planını yazması tələb olunmur. Yəni real həyatda axı bunu uşaq tətbiq eləmir, öz üzərində tətbiq eləmir, öz şəxsi həyatında tətbiq eləmir. Ona görə bunun fənn üstü götürmürük. Yalnız fənlər arası. Fənlər arası da niyə? Hansı fənlər var? Baxın, burada büdcə nəzərə alınacaq. Yəni büdcə nəzərə alınacaqsa gəlir xərc planlanmalıdır, hesablama işləri getməlidir. Həm riyaziyyat elementi var biologiyanın içərisində, həm də sağlam qidalanma təkcə biologiyaya yox. Yəni digər, misal üçün həyat bilgisində də bununla bağlı eyni zamanda texnologiya fənnində də hətta sağlam qidalanma, vitaminlər və s. haqqında yəni tək bir dənə fən yox, bir neçə fənnin içərisində tədris olunan mövzudur deyə fənlər arası var. Amma əsas məsələ burada elə büdcənin nəzərə alınmasıdır ki, hesablama da tələb olunacaq. Ona görə cavab C. Bu ilin dəyişikliyi, yeniliyi bundan ibarətdir. Ötən il tətbiq anlamaq mərhələsi idi. Ondan əvvəlki 2023-cü ildə əsaslandırmaq feili idi. Bu ilin də dəyişikliyi, yeniliyi, e, ajatajı bundan ibarətdir. Fənn üstü inteqrasiya artıq mütləq icra edilərək götürülür. Sonra tapşırıq belədir. Bir dəqiqə. Tənginəfəslik, ürək döyünmə, baş gicəllənməsi, daimi yorğunluq, əzginlik simptomları olan xəstənin hansı orqanının zədələndiyini müəyyənləşdir. Bunun üçün orqanların funksiyasını araşdırmaq lazımdır. Bax, bu artıq bir neçə fəndə mən müşahidə elədim. Cümləni elə bil ayaqdan başa doğru yazıblar. Əslində cümləni normal adam dilinə salsaq, cümlə bu formadadır. Sən araşdırma apararaq xəstənin filan bəhmən simptomlarını görür və müəyyən et ki, hansı orqanın zədələnibdir. Elə bil ki, tibb universitetində bir dənə tələbəyə mən bu tapşırığı vermişəm. Tələbə nə edəcək? Xəstə orada uzanıbdır da, gələcək baxacaq yorğunluq, əzginlik, baş gicəllənməsi, başlayacaq orqanları bir-bir yoxlayacaq. Misal üçün, birini rentgen eləyəcək, birini KT eləyəcək, birini MRT eləyəcək, birini UZI eləyəcək. Tapacaq ki, hə, qaraciyər misal üçün, qaraciyər funksiyasını itiribdir. Yəni burada artıq həmin tələbə də bir təhsil alandır da, tək şagird deyil ki, təhsil alan. Əlini, qolunu çırmalayıb bir iş görmüş olacaq. Aydındırmı? Burada məndə nəsə arada internet bildiriş verir. Bilmirəm, internet gedir, gəlir, yoxsa bir problem yoxdur. İndi videonu yükləyəndən sonra baxacağam. Yəni inşallah ki, səsim qırılıb eləməyib. Bayaqdan o boyda izahlar vermişəm. İnşallah ki, aydın eşitmisiniz hamısını. Deməli, harda qalmışdıq? Hə, tələbə əlin qolunu çırmalayır. Artıq o alət, bu alət, nə bilim, manual şəkildə, texniki şəkildə başlayır xəstənin orqanlarını hansını zədələdiyini müəyyən etməyə. Yəni burada artıq öyrənmə prosesinin praktikaya, təcrübəyə köçürüldüyünü biz müşahidə edirik. Artıq iş görür, artıq öyrəndiyini icra edir, tətbiq edir. Səhv eləyən müəllimlər deyir ki, müəyyənləşdirin feili var idi, ay müəllimə. Bu müəyyənləşdirin feilini idrak taksonomiyasını izah eləyəndə xüsusən, bəlkə bir izahın içində bir 5-6 dəfə demişəm ki, bu müəyyənləşdirin feili təhlükəli feildir. Konkret hansısa mərhələyə aid deyil. Misal üçün, deyirəm ki, bax şəklə hansının idmançı olduğunu müəyyənləşdir, xatırlamaq. Deyirəm ki, oxu siyahını, isimləri müəyyənləşdir, anlamaq. Və deyirəm ki, bax, otur burada, bu alətlər, bu filan şeylər, bax, gör xəstənin hansı orqanı zədələnib, tətbiq etmək. Artıq iş görür də, icra edir, həyatda tətbiq edir bunu. Deyirəm ki, sən bu həll yollarından ən səmərəli olanı müəyyənləşdir, təhlil etmək. Yəni, görürsünüz, burada artıq deyirəm ki, sən bu problemli situasiyaya
alternativ həll yolu müəyyənləşdir. Bu da yaratmaq. Yəni görürsüz bu bütün mərhələlərdə istifadə olunan bir feildir. Ona görə konkret deməyin ki, niyə tətbiq, niyə filan şey. Yəni təkcə bir mərhələdə olan feil deyil. Nümunələr gətirdim, görürsüz hər mərhələyə gedir. Baxır situasiyaya. Situasiyada tələbə nə edir? Yaxud da bir şagird tutaq ki, ə, deyirəm ki, biologiyada keçmişikmi? Keçmişik. İndi əlinin altında uzanıb xəstə olan şagird yoldaşım. Tapşırım hansı orqanı zədələdi? Daha çox bu məktəb səviyyəsinə uyğun yox, ali təhsil səviyyəsinə uyğun olan bir situasiyadır. Yəni, məktəb şagirdi nə bilsin, həkim deyil, bir şey deyil. Amma ali təhsil müəssisəsində bəli, praktik eləyəndə artıq belə tapşırıqlar veririk. Yəni, əsas odur ki, tapşırıq nəyə xidmət eləyir? Öyrəndiyini real həyatda artıq tətbiq etməyə, icra etməyə. 55-ci sual. İki taksonomiya veriblər burada. Niyə? Şagirdlərə iki bioloji prosesin müqayisəsi tapşırılıb. Əldə edilən informasiyanı qarşılaşdıraraq cədvəldə qeyd etmək və insan üçün hansı prosesin daha əhəmiyyətli olduğunu müəyyənləşdirmək lazımdır. Mənim qruplarım bunu əzbər bilirlər ki, ən əhəmiyyətli, daha əhəmiyyətli, ən vacib, ən səmərəli, ən effektiv. Yəni bir önə çıxarma varsa, o zaman biz deməli burada analiz etməliyik, yəni prosesi təhlil etməliyik. Burada da müqayisə eləyir iki bioloji proses. Ən əhəmiyyətlisi hansıdır? Tutuşdurur, qarşılaşdırır, analiz edib, yəni bunun tutaq ki, filan müsbətləri var, filan mənfiləri var. Onları tutuşdurub, təhlil edib ən əhəmiyyətli olanı seçmiş olur. Tamammı? Yəni bu mənim qruplarım üçün su içimi kimi asan bir tapşırıq idi. Ona görə üstünə çox dayanmağa ehtiyac yoxdur. Bilməyənlər də, digərlər də bilsin ki, önə çıxarma olduqda tətbiq götürürsüz, anlamaq yox. Müəllimlər, valideyn hər dəfə övladını məktəbdən götürməyə gecikir. Bu sizə mane olur, çünki hər dəfə şagirdi gözləməli, evə gec getməli olursunuz. Belə situasiyada problemi necə həll etsəz, daha effektiv olar. Necə həll eləyək? Yəni, o biri video zətdə də demişdim mən. Adamıq da, insanıq, danışıq var, dil var, nitqimiz var. Bizə boş yeri verilməyib ki. Danışırıq, görək nədir problem? Kömək edəcək biləcəyimiz bir şey varmı? Nədir səbəb? Aydınlaşdıraq. Gəlin oxuyaq. Valideynə heç nə demədən şagirdlə bir yerdə gözləməyə davam eləyək. Yəni bu valideynə arxayın salacaq. Deyəcək, əş müəllim olsun gözləyir də, bir dənə bu marketə də girim, bu mağazaya da girim. Öz işini ön plana çəkəcək. Və səbəbi aydınlaşdırmaq lazımdır. Narazılığınızı şagirdə bildirin ki, evdə valideyninə desin. Bu yazıq uşağın nə günahı var? Uşağın üstə mən niyə düşüm ki? Valideyn gəlib gec götürürsə, yazıq uşaq ona neynəsin? Yəni ona görə bu da getdi. Valideynin davranışı barədə məktəb rəhbərliyinə məlumat verin, ölçü götürülsün. Bax o, valideyn neyniyib ki, burada gəlib məni döyməyib, təhqir eləməyib, söyməyib. Yəni, bəlkə bir polisə zada da, qaynar xəttə zada da şikayət eləyək. Bu da getdi. İş vaxtınız bitdiyinə görə şagirdə məktəbin yanında dayanıb valideynini gözləməsini tapşırın. Bu da olmaz. Axı valideyn bizə etibar eləyibdi və valideyn gec gəldiyi üçün biz burada situasiyada deyir ki, şagirdi gözləməli oluruq. Valideyn də bilir ki, müəllim uşağın yanında durub gözləyir də, uşaq tək deyil. Mən desəm ki, dur məktəbin yanında, bəlkə biri gəldi, bastı maşını apardı, xalqın uşağını oğurladı. Yəni bu necə bir laqeydlikdir, necə bir etinasızlıqdır, məsuliyyətimizdir bizim. O da ki, deyəcəklər, axırıncı dərs kimin olub, filan kəsin. Hə, gəl bura bölməyə izahat yaz. Bu da olmaz. Valideynlə danışıb səbəbi öyrənməyə, birlikdə problemin həllini tapmağa çalışın. Və bu görsüz o biri variantlara əsasən nisbətən daha elit, daha nəzakətli, səliqəli, oturuşun, duruşun bilən bir variantdır. O birilərdə baxın, elə bir ki, dava-mava axtarır o birilərdə. Birində deyir, hə, deyirəm ki, get valideyni vədənə bir də belə eləməsin. Nə bilim, rəhbərliyə şikayət edirəm, bu valideynə deyəndə də bezdim mən. Birində deyirəm ki, dur burada gözlə gələcək valideyn. Yəni o birinin hamısında kobudluq var, amma bu D variantında biraz nəzakət, bir elitlik var, incəlik var. Gəlin indi keçək digər suala. Müəllim fotosintez hadisəsinin elə bir biologiyada fotosintezdən başqa bir dənə mövzu yoxdur. Bütün sınaqlarda elə fotosintez, fotosintez, fotosintez. Müəllim fotosintez hadisəsinin vacibliyi ilə bağlı müzakirə təşkil edir. Müzakirəni elə aparır ki, şagirdlər bir-birinin fikirlərini dinləyib, deyilənlərdən çıxış edib sual versinlər. Qrupların bunu əzbər bilir. İnşallah ki, elədir.
Misal üçün, mənim qrupumda bu sualı səhv eləyən görmədim. Sokrat dialoqu müəllimlər nə demişik? Sokrat dialoqu iş üsulu verilən cavabdan yeni sualın çıxarılması texnikasına əsaslanır. Demişikmi? Demişik. Hətta nümunə gətirmişdim ki, müsahibədə, bax, otururlar simikdə, müsahibədə danışdırırlar. Ağzından çıxan ifadələr haqqında gərək məlumatlı olasan. Durub desən ki, hə, AXC Azərbaycan Xalq Cümhuriyyəti, amma bilmirsənsə AXC nə vaxt yaranıb, kim tərəfindən yaranıb, onda heç ümumiyyətlə o ifadəni işlətmə. Çünki sənin ağzından o sözü tuturlar, başlayırlar o barədə artıq AXC haqqında səhv suallar verməyə. Bu biraz müsahibəni bizə anımsadır. Bəli, Sokrat dialoqu. Cavab verir, onun verdiyi cavabın içindən nəsə bir şey tutub sual ünvanlayırıq. Şagirdlər də eləyə bilər bunu. Müəllim də verə bilər sual ünvanı. Sokrat dialoqu. Hansı fikirlər doğrudur? Elə eləyək, tam görünsün. Belə yaxşıdır yəqin ki. Aha. Müəllim problem situasiya təqdim edir, tapşırıqları real situasiyalar üzərində qurur. Yaxşı eləyir müəllim, çünki bu gözəl bir fəaliyyətdir. Real hadisələr, həyatdan gətirilən nümunələr uşaqların dərsdə daha çox cəlb olunmasına və dərsin onlar üçün daha maraqlı olmasına gətirib çıxarır. Emosional intellekt təşkilatçılıq bacarıqlarını inkişaf edir. Təşkilatçılıq deyəndə müəllimlər idarə etmə bacarıqlardır. Bu misal üçün qrup işinin lideri, qrupu idarə edən şəxsdir də, düzdür? O öz emosiyalarını düzgün tənzimləməsə, ona qışqırsa, buna əsəbləşsə, rasionallaşdırmasa emosiyalarını, onda qrupun nəticəsi də yaxşı olmaz. İstər müəllimin dərsi idarə etməsini götürək, təşkilatçılığını götürək. Bəli, müəllim özü də öz emosiyalarını idarə etməkdə çətinlik çəksə, hər situasiyada əsəbləşsə, aqressivləşsə, yenə də bu münasibətlərə mənfi təsir göstərər. Həqiqətən də ikinci fikri görürük ki, doğru olan fikirdir. Strategiyasız da metakognitiv bacarıqları formalaşdırmaq asandır. Fikri yanlışdır müəllimlər. Çünki metakognitiv elə bizim strateji biliyimizdir. Metakognitiv bacarıqda da insanın məqsədinə çatmaq üçün plan qurması, rutin qurması, öz üçün rejim hazırlaması ön planda gəlir. Strategiyamız yoxdursa, necə bizim metakognitivliyimiz inkişaf edə bilər? Üçün üstdən xətt çəkirəm. Müşahidə yolu ilə informasiyanı emal etmək bacarığı rasional təfəkkürün ölçülməsinə imkan verir. Bu da doğru fikirdir. Çünki bax deyir ki, müşahidə eləyirsən, müşahidə baxmaq, diqqət yetirmək, nəzər yetirməkdir. Baxırsan, diqqət yetirirsən, görürsən, informasiyanı bu cür qəbul eləyirsən, zehnində həmin informasiyanı emal eləyirsən, ya ümumiləşdirirsən, ya informasiyaları bir-biri ilə zehnində qarşılaşdırıb təhlil eləyirsən. Ki, rasional təfəkkürün deyir, ölçülməsinə imkan verir. Rasional təfəkkür, rasional düşünmə, ümumiyyətlə təfəkkür, düşünmə kurikulumda bir-birinə sinonim ifadələr kimi istifadə olunur. Misal üçün, analitik düşünməyə analitik təfəkkür də deyirlər. Analogiya da həmçinin və s. və ilaxır. Rasional təfəkkürün ölçülməsinə də imkan verir. Yəni, rasional təfəkkürümüz dedikdə nə nəzərdə tutulur? Xüsusi bir düşünmə, xüsusi bir təfəkkür deyil, insanın bir şeyi düzgün etməsi, bir şeyi sistemli etməsi, misal üçün deyirik, emosiyalarımızı rasionallaşdırmaq. Yəni, bir növ tarazlaşdırmaq, idarə etmək. Bax, bu nəzərdə tutulur ki, bu da doğru fikirdir. Dərsin məzmununun bütün şagirdlərə eyni şəkildə çatdırılması daha məqsədə uyğundur. Fikri yanlışdır. Çünki sinfimizdəki şagirdlər, müəllimlər hamısı eyni potensiallı deyil. Müxtəlif qavramaya sahib, müxtəlif potensiala, müxtəlif bilik səviyyəsinə, müxtəlif akademik nailiyyətə sahib şagirdlər var. Mən durub dərsi eyni şəkildə izah eləsəm, misal üçün, sadəcə şifahi izahla bu doğru olmaz. Müxtəlif öyrənmə tərzi, müxtəlif götürmə, öyrənməsi olan uşaqlar var ki, onların misal üçün bir qisminin vizual görərək, vizual alətlərdən istifadə edərək öyrənməsi ön plandadırsa, onda mən artıq slaydlardan da, şəkillərdən, animasiyalardan və s. də istifadə etməliyəm. 5 də bu cəhətdən yanlışdır. Doğru fikirlər 1, 2, 4 oldu. 1, 2, 4 hardadır? Aha, C variantı. 59-a baxırıq müəllimlər. Əgər komanda yoldaşınızın təklif etdiyi həll məqsədə uyğun deyilsə, nə edərsən?
Yəni bir qrupda işləyirlər, biri bir yol təklif edib, amma o qədər də yaxşı yol deyil. Mən münasibətlərin pozulmamasını əsas tutub yoldaşımı dəstəkləyərəm. Yox, məqsədə uyğun deyilsə, sırf mənim dostumdur, yoldaşımdır deyə niyə komandanı uçuruma aparım? Bu düz yanaşma deyil. Müstəqil şəkildə həll edərdim. Axı bu komanda işidir. Komanda, qrup, niyə müstəqil öhdələnirsən? Komanda toplantısı ilə üzvləri bu fikrin yanlış olduğuna inandıraram. Bu da ki, o adam var, kənardakılara tırka verir, yollayır üstlərinə kiminsə. Bu da ona oxşadır. Deyir o biri üzvlərə deyirəm ki, bu səhvdir, bu səhvdir. İnandırıram ki, uşağın üstə getsinlər də. Bu da səhvdir, yaxşı yanaşma deyil, yaxşı iş deyil ümumiyyətlə. Yoldaşımın fikrinin səhv olduğunu faktlarla sübut eləyərəm. Baxın, burada təklif etdiyi bir həll var. Yəni onun öz şəxsi yanaşması, onun öz şəxsi belə deyim də arqumenti, şəxsi bir mövqeyi yoxdur. Təklif olunan bir həll yolu var. Yəni burada faktlarla sübut etmək adətən biz bilirik ki, insanın münasibətini, mövqeyini bildirməsi, müzakirə prosesində həyata keçirilən bir fəaliyyətdir. Ona görə bu da çox da situasiyaya uyğun deyil. Çünki situasiyada sübut etmə deyil də bir yolda bir yerdə həll etmə nəzərdə tutulubdur. Nəzakətlə fikrimi bildirən alternativ həll yolları da təklif eləyərdim. Bəli, bu daha uyğun, daha elit bir variantdır. Bu 60-cı sualdır, yəqin ki, nömrəsi düşməyibdir. Tənəffüs zamanı davamlı olaraq bir qrup şagird başqa bir şagirdi ələ salır, xarici görünüşünü məsxərəyə qoyur. Nəticədə bullyingə məruz qalan şagird özünə qapanır, gərginləşir, sinifdə ünsiyyətdən yayınır. Siz bullying edən şagirdlər qrupu ilə dəfələrlə danışsanız da, onlar hərəkətlərini davam etdirirlər. Bu situasiyada müəllimin hansı yolla problem həll etməsi daha məqsədə uyğundur? Baxaq, şəkli bir qədər yaxınlaşdıraq. Bir qədər də yaxınlaşdıraq. Tam görüntü əldə edək. Aha, belə yaxşıdır. Şagirdlərin davranışını görməzdən gəlin, müşahidələrinizi davam etdirin. Bullyingə məruz qalan şagirdin valideynlərinin rəsmi şəkildə şikayət etməsini gözləyin. Bu o qədər də effektiv bir variant deyil. Yəni özüm sakit durum, başım dinc olsun, valideynlər özü kimə şikayət edir eləsin. Yəni söhbət bizim şagirdlərimizdən gedirsə, məsuliyyəti bizim üzərimizdədir. Bullying edən şagirdləri dərsdən sonra məktəbdə saxlamaqla cəzalandırın, digər şagirdlərlə bu cür davranmağın doğru olmadığı haqqında danışın. Baxın, cəzalandırmaq çıxış yolu deyil və hətta kurikulumda da qeyd olunur ki, bu bullyingi törədəni cəzalandırmaq, tərt eləmək, sındırmaq, üstünə getmək onun öz şəxsi vəziyyətinin də lap da pisləşməsinə gətirib çıxarır. Bullying törətmiş olsa da o da bizim şagirdimizdir. Bullyingə məruz qalan şagirdlə fərdi söhbət aparın, emosional dəstək göstərin. Digər şagirdlərlə onların davranışları haqqında söhbət edin, prosesə məktəb psixoloqunu cəlb edin. Bu daha effektiv addımdır. Ümumiyyətlə fərdi söhbət ilk növbədə atacağımız addım olmalıdır. Bu davranış problemi peşəkarcasına həll etməyə kömək eləyir. Həmçinin şagirdləri problemin həllinə özlərinin gəlməsi üçün şərait yaradır. Bütün siniflə dəyərlər, insanların fərqli olması haqqında söhbət aparın. Söhbət zamanı heç kəsin adını çəkməyin ki, şagirdlər utanmasınlar, amma davranışlarını düzəltsinlər. İnanın mənə, yəni bu ümumi söhbət burada çox təsirsizdir. Çünki bullyingi törədəni heç vecinə də olmayacaq. Bullying edən həm də ki, bu bullying halının qarşısını alma yox, bu üzr istəyirəm, bullying halını belə deyim də həll edəcək bir problem yox, gələcəkdə baş verməsin deyə qarşısını alma metodu kimi, maarifləndirmə kimi daha faydalıdır. Bullying edən şagirdlərin valideynlərinə məlumat verin, problemi evdə həll etməyə yönəldin, daha sonra prosesə qarışmayın. Yenə də görürsüz, müəllim öz şəxsi məsuliyyətini, cavabdehliyi arxa plana atır ki, getsin valideyn bilər, özü bilər. Bu da təbii ki, doğru və peşəkar addım deyil. Dəyərli müəllimlər, inanıram ki, sizin üçün mənim bu izahlarım nəsə bir fayda qatdı. Burada qeyd etdiklərimizi qulağınıza sırğa edin. İmtahanda da misal üçün o fənn üstü inteqrasiyadır və s. Bu məsələləri mütləq yadınızda saxlayın. Çünki burada düşənlərin bir damcı
fərqli forması gəlir imtahanda düşür. Videonu bəyənməyi, fikrinizi, rəyinizi qeyd etməyi unutmayın. Kanalıma abunə olub, kanalımızın yenidən əvvəlki vəziyyətinə, aktiv, fəal vəziyyətinə gəlməsinə kömək eləyə bilərsiniz və videonu hamıya açıq qoymuşam, təkcə öz dərs qruplarım üçün deyil, öz müəllim yoldaşlarınızla, ixtisas qrupunuzdakı digər müəllimlərlə, e, fərqli fərqli insanlarla da paylaşın ki, fərqli yerlərdə də, sosial şəbəkələrdə də paylaşın ki, bu dəyişiklikdən, bu yenilikdən qoy hamının xəbəri olsun, gedib imtahanda bunu səhv götürməsinlər. Sağ olun. Kanaldakı digər ixtisasın da kurikulum suallarına baxın. Hələlik.